Sürət dözümlüydür. Evet. Sürət dözümlüyü hansı intensitə yerinə yetirilir? Hansı intensivlikdə? Deməli, yuxarı intensivlikdə də. Maksimal intensitə. Yaxşı, xüsusi dözümlüyün növləri hansılar idi? Deməli, koordinasiya, dinamik, statik. Koordinasiya dinamikdir, statikdir. Aha, koordinasiya dinamikdir, statikdir. Çətin və texnik hərəkətlərin dəfələrlə təkrarlanması nəyə aiddir? Dəfələrlə təkrarlanması. Hə? Rəvan Yox, koordinasiyadanam. Koordinasiya. Çətin və texnik hərəkətlərin dəfələrlə təkrarlanması koordinasiyadır. Ağır əzələ hərəkətlərin nisbətən sakit tempdə, lakin uzun müddətli icrası nədir? Dinamik. Dinamikologiyadır. Bəqlə əlaqəli olan hər iki qabiliyyətlər denən? Deməli, dözümlük, bir də çeviklik. Aha, dözümlükdür, bir də çeviklikdir. 150 qramlıq tenis topunun atılması neçənci siniflərdə KSQ olaraq istifadə olunur? Hə, yəni onlar. Hə. 150 qramlıq tenis topunun atılması neçənci siniflərdə istifadə olunur? Yadımdan çıxdı, bəli, yalan deyərəm. 5-ci sinifdə. 5-dən düz 9-a qədər anam. 5-dən 9-a qədər 150 qramlıq tenis topunun atılması KSQ olaraq neyinirdi? İstifadə olunurdu. Yaxşı. Sürət gücün diaqnostik qiymətləndirməsi nədir? Diaqnostik qiymətləndirməsi belə onların hamısında boy çəki, nədir? Yox, əməm, diaqnostik qiymətləndirməsi. Oturuşdan elə... Əməm, yerindən uzunluğa tullanma, qadanam, yerindən uzunluğa tullanma. Qaçdırdım aləmi, bir-birinə vurdum. Əməlim, onlardan bir də metodlardan zəifəm. Yaxşı, metodlardan zəifsəsə qoyur, onlardan sual verim sizə. Yox, verin, hayır, onlardan verin. Yaxşı, anam, aha. Hərəkət texnikası, bildim. Hərəkət texnikasının təkmilləşdirməsi, hərəkət qabiliyyətlərinin inkişaf məqsədi üçün keçirilən məşqlərdə istifadə olunan nədir? Təkmilləşdirilməsi təkrar səydir, yoxsa dairəvi? Yox, hərəkət texnikasının təkmilləşdirməsi təkrardır. Təkrar səy yox, təkrardır. Bəs hərəkət texnikası təkmilləşdirildikdən və vərdiş alınıldıqdan sonra müəyyən qədər sürətin inkişafına nail olunurdusa, bu sən deyəndir. Təkrar səy? Bu təkrar səydir. Aha. Yaxşı. Bəqin funksional sistemi nədir anam? Bəqin funksional sistemi dözümlük, çeviklik dedikdə bəyəxları. Bəqin funksional sistemi əlaqəli olduğu hər iki qabiliyyət yox. Hayır. Mərkəzi sinir sistemi, əzələ bağ aparatı, oynaqları idi, bəli. İllik məşqin bütün mərhələlərində istifadə olunan metodlar da denir.